Maliyyə müstəqilliyini xəyal edirsiniz, birjaların və investisiyanın pərdə arxası həyatını necə işlədiyini bilmək istəyirsiniz? O zaman bu siyahını mütləq bəyənəcəksiniz. Bugün biz nəinki əylənəcək, həm də bu peşənin bir çox nüanslarında toxunan ən yaxşı filmlərlə birlikdə ticarət dünyasına girəcək. Mənim adım Fəriddir, bura İnvest Akademiyadır. Artıq birdən çoxdur ki, biz Telegram kanalımızı idarə edirik və hər şənbə günü trader və ya investor üçün ən maraqlı filmlər mövzusunda yazıları paylaşırıq. Söhbət tərəfini açdım və ən çox müzakirə olunan 5 filmi seçdim. İndi biz maliyyə dünyasından maraqlı səyahətə çıxırıq. Burada pul sadəcə ekrandakı rəqəmlər deyil, həyatınızı dəyişə biləcək bir vasitədir. Başlayaq. Mövzumuza keçməkdən öncə sizə bu videonun sponsorunu təqdim etmək istərdim. Taksi 9111 sərfəli qiymətə yüksək xidmət. Mobil tətbiqdə Invest promokodunu istifadə edin və balansınıza 10 AZN əldə edin. Əgər siz də bizim buraxılışımızın sponsoru olmaq istəyirsinizsə, bizimlə e-mail vasitəsilə əlaqə saxlayın və ya Instagramda yazın. Margin Call 2011-ci il bu film bizə 2008-ci il maliyyə böhranı mərkəzinə aparır. Hadisələr prototipi Lehman Brothers olan ən böyük Amerika investisiya banklarından birində 24 saat ərzində baş verir. Hekayə bu yaxınlarda işdən qovulan risklərin idarə edilməsi departamentinin rəhbəri Eric Dale'ın həmkarı Peter Sullivana narahat edici məlumatları olan bir flashkart buraxması ilə başlayır. Gecəni bu məlumatları təhlil etməklə keçirdikdən sonra Peter şok edici nəticəyə gəlir. Bankın portfeli bütün bankı çöktürə biləcək zəhərli aktivlər adlanan ipoteka ilə bağlı qiymətli kağızlarla doludur. Həmkarları ilə birlikdə Peter həyəcanı təbii çalır. Gecə bank rəhbərinin təcili iclas keçirir. Burada qorxulu perspektiv müzakirə olunur. Təcili tədbirlər görülməsə, bank və onun birlikdə bütün maliyyə sistemi müflis ola bilər. Top menecerlər çətin seçim qarşısında qalırlar. Zəhərli aktivləri satmaqla bankı xilas etməyə çalışmaq və ya bankın nüfuzunu qoruyub saxlayaraq bankın müflis olmasına icazə vermək. Onlar başa düşürlər ki, bu aktivlərin kütləsi satışı birja çökməsinə və daha da böyük böhrana səbəb ola bilər. Bütün risklərə baxmayaraq rəhbəri aktivlərin təcili satışına qərar verir. Bir neçə saat ərzində bankın treyderləri zəhərli qiymətli kağızları satmağa başlayırlar və bu bazarda panika yaradır. Onların hərəkətləri 2008-ci il qlobal maliyyə böhranının katalizatoruna çevrilir. Margin Call sadəcə maraqlı və gərgin film deyil. O, insan hərisliyinin təbiəti, qəhrəmanlığının nəticələri və maliyyə sisteminin kövrəllik haqqında düşməyə vadar edən filmdir. 2. The Wolf of Wall Street. Martin Scorsese'nin Wall Street canavarları real hadisələr əsasında heyrətamiz bir kriminal dram filmidir. Film 80-ci illərdə aldadıcı və manipulant yollarla öz maliyyə imperiyasını quran gənc və iddialı broker Jordan Belfort'un sürətli yüksəliş və çöküş haqqında danışır. Filmdə əsas rolu qəhrəmanın xarizması və ehtiyatsızlığını parlaq şəkildə çatdıran Leonardo DiCaprio oynayıb. Kiçik bir broker kimi başlayan Belfort, Stratford Oakmont quraraq tez bir zamanda Wall Street əfsanəsinə çevrilir. Onun həyatı rəqabətli partilərlə, narkotiklər və sonsuz sərvət dolu bir həyata çevrilir. Lakin hər bir sürətli zənginləşmə hekayəsində olduğu kimi, bu uğurun arxasında da qaranlıq bir tərəflər gizlənir. Belfort'un komandası etdikləri FBI-ın diqqətindən çəkinəyə qədər investorlar illərlə aldadırlar. Film sonsuz pul arzusu üçün həmişə bir qarşılıqlı ödəməli olduğunuzu göstərir. Wolf of Wall Street yalnız maliyyə və fırıldaqlar haqqında hekayə deyil. Bu, sərvət üçün həddindən artıq həvəsin təkcə insanın özünün deyil, həm də ətrafındakilərin həyatını məhv edə biləcəyine dair bir xəbərdarlıqdır. Too Big to Fail. Film bizi 2008-ci il maliyyə böhranının mərkəzinə aparır. Biz pərdə arxasında Amerika hökumətinin qlobal iqtisadi hərəkətinin qarşısını almağı, necə çalışdığını izləyirik. Süjetin mərkəzində isə ölkənin maliyyə sistemini xilas etmək üçün ağır bir yükün altında girən ABŞ Maliyyə Naziri dayanır. Hər şey aydın olandan başlayır. ABŞ-ın ən böyük bankları iflas ərəfəsindədir. Səbəb zəhərli aktivlər adlanan və dəyərsizləşdirilmiş ipoteka qiyməti kağızlarındadır.
Bu aktivlər bütün maliyyə sistemini çökdürmək təhlükəsi yaradırlar. Bir növ saatlı bombaya çevirirlər. Hökumət çöküşün qarşısını almaq üçün ümidsiz cəhdlər edir. Çoxsaylı görüşlər keçirilir, sözləşmələr aparır. Fövqəladə tədbirlər görülür, amma vəziyyət hər gün daha da ağırlaşır. Bankları bir-birinin ardınca iflas təhlükəsi ilə qarşılaşırlar və dünyanın ən böyük investisiya banklarından biri olan Lehman Brothers iflası ilə nəticələnir. Bu hadisə qlobal maliyyə böhranının katalizatoruna çevrilir. Maliyyə bazarları panikaya bürünür və dünya iqtisadi fəlakət təhlükəsi ilə üzləşir. Film siyasi qərarların təmahkarlığını və səriştəsizliyin neçə ən ağır nəticələrə gətirib çıxardığını göstərir. Too Big to Fail təkcə maliyyə böhranı haqqında bir hekayə deyil, eyni zamanda bu, hadisələri cəlb olunan insanların dramıdır. Film pərdə arxasında baxmaq və milyonlara insanın həyatına təsir edən qərarların necə qəbul edildiyini görmək imkanı verir. The Big Short. Bu film bizə 2008-ci ilin qlobal maliyyə böhranını proqnozlaşdırılmağı müvəqqət olmuş bir qrup parlaq investorun füsunkar hekayəsini aparır. Süjetdə Michael Berry, Marcus Baum, Charlie Geller və Ben Rickert kimi parlaq şəxsiyyətlər cərəyan edir. Hələ 2000-ci illərin əvvəllərində bu maliyyəçilər ABŞ ipoteka bazarında narahatlıq doğuran tendensiyaları müşahidə etmişdilər. Başa düşdülər ki, banklar onu qaytara bilməyən insanlara daşınmaz əmlak girovu ilə kredit verirlər. Bu gec-tez partlayacaq, nəhəng bir şar yaratdı. Qarşıdan gələn böhrandan faydalanmaq üçün filmin personajları Credit Default Swapları, CDS kimi mürəkkəb maliyyə alətlərindən istifadə edirlər. Əslində onlar ipoteka kreditləri üzrə bir növ sığorta müqavilələri bağlayaraq borcalanların borclarını ödəyə bilməyəcəyinə mərc edirlər. Onların proqnozları təsdiqləndikdə və daşınmaz əmlak bazarı çökdükdə bu investorlar böyük sərvət qazandılar. Lakin onların uğurunun acı dadı var. Axı onlar varlanarkən milyonlarla insan evlərini və işlərini itirdi. 2008-ci il maliyyə böhranı bəşər tarixində ən pis iqtisadi sarsıntılardan biri idi və onun təsirləri bugün də hiss olunur. The Big Short filmi təkcə cəlbedici bir hekayəni izah etmir, həm də mürəkkəb maliyyə dünyasına daxil olmağa imkan verir. O, CDS kimi alətlərin necə işlədiyini və niyə böhranda əsas rol oynadığını izah edir. Bundan əlavə, film böyük pul dünyasına əxlaq, etika və sosial məsuliyyətlə bağlı mühüm suallar doğurur. Money Monster. Rejissori Jodie Foster olan Money Monster müasir həyatda media və maliyyə institutlarının rolu ilə bağlı mühüm suallar doğuran hərəkətlər filmdir. Film milyonlarla tamaşaçıya maliyyə məsləhətləri verən məşhur teleaparacı Lee Gates'in hekayəsindən bəhs edir. Süjet Gates'in şousunun canlı yayımı zamanı baş verir. Əlində bomba ilə və tapanca olan bir adam aparacın öz məsləhəti ilə onu maddi xarabalığa sürükləməkdə ittiham edərək studiyaya daxil olur. Terrorçu Gates'in tövsiyələrindən sonra bütün əmanətlərini itirir və indi cavab tələb edir. Film rivahın gözəl mənzərəsinin arxasındakı mürəkkəb manipulyasiya və aldatma sxemlərinin dayandığını maliyyə dünyasının qaranlıq tərəfini araşdırır. Tamaşaçılar kimlərin ictimai rəyi necə formalaşdığını və maliyyə ekspertlərin öz maraqlarını, naminə, nüfuzlarından necə istifadə edə bildiklərini görürlər. Money Monster sadəcə kriminal drama deyil, sosial şərhdir. Film maliyyə qərarlarına görə məsuliyyət ictimai rəyin formalaşmasında medianın rolu və insanların necə maliyyə fırıldaqlarının qurbanına çevrilə biləcəyini də bağlı məsələləri gündəmə gətirir. Əgər siz də investisiya etmək istəyirsinizsə, lakin nədən başlamaq lazım olduğunu bilmirsinizsə, biz sizə köməklik edə bilərik. Videonun təsvirindəki linkə keçid edin və orada qısa formanı doldurun. Sizin tələblərinizi əsasən bizim komandamızın müvafiq üzvü sizinlə əlaqə saxlayacaq və investisiya aləmində ilkin addımları atmağa köməklik edəcəksə. Videonu bəyəndinizsə, like düyməsini klikləyin, kanala abunə olun və bu videonu dostlarınızla paylaşın. İnvest Akademiyanın Telegram kanalına qoşulmağı və yaddan çıxartmayın. Siz İnvest Akademiya kanalındaydınız. Hamınıza uğurlu investisiyalar. Sağ olun.